Hadisə baş verəndən sonra sən hara qaçdın, gizləndin? Mən o hadisə yerindən qaçdım, bax o üzüm bağını görsən, oradan belə qaçdım, gəldim bu ağacın dalında gizlənmişdim. Ha, sana dedim. Bax bu ağacı. İstədim birinci yuxarı çıxsam bildim ki, hamı oradan görəcək məni. Sonra elə burada beləcə oturmuşdum, beləcə baxırdım o üzə. Hə, baxın. Bax belə düzünə baxdım, sonra həm sağa baxırdım, həm sola baxırdım. Sonra gördüm orada bir dənə it var. Daşı götürdüm, belə it atdım. İt nə vardı mənə? İt də beləcə qaçdı ağzına, belə eləydi. Yaxşı, saxla. Hadisənin aşı nətər oldu? Heç nə hadisə də ki, yenə Qaradağa getmişdim kubik gətirməyə, Kamazla. Hə, nəsə bir dənə makinofon var, o vaxtı samasfaltı satanda samasfaltın içindən söymüşdüm. Samasfaltı da təzə almışdım, yağın içindəydi. Bir dənə də siqnal qoydumuşdum ona. Biri bara. Sən öl. Gəldim elə evə çatmışdım, gördüm xaloğlu bir dənə makinofon aldı, kasetlə o vaxt. Hə, əmioğlunun olunbirindən də bir dənə mən kasetə uğramışdım. Hə, buradan da əmioğluya salam söyləm. Elə həmin makinofonu taxmışdım da mən də o Kamaza. Nəsə o vaxtda bir dənə təzə mahnı var idi, o mod idi, hamı da ona qulaq asırdı. İbrahim Tatlısəsin Bəbəyin mahnısı. Hə, elə Bəbəyin mahnısına qulaq asırdım, bir eski gördüm ki, belə elə bax. Bəbə. Ayaq saxla, hadisəni danış. Hə, işte onu danışıram belə. Kasetə taxdım belə rüşkanı, belə elədim ki, bu dolaşığını açım da, nə? Reski bu başımı qaldırdım ki, yolun ortasında qəza olub. Ayağımı atdım torunuza beləcə tornuz tutmadı. İstədim belə sağa çəkəm, sola çəkəm, gördüm sağda bir 10-15 nəfər durubdu astanovkada. Solda da bir dənə qoca kişi var, harsa olardı 80, 90, belə 100 de olmaz da, 100 olmaz. Hə, gördüm durub orada. Dedim hə, bu yazıqları bu 10-15 nəfər adamdır. Bunu qırdığıma sola çəkərəm bu 80-90 yaşı var da, nə öz aramızda. Bu nə yaşayacağından sonra. Dedim elə bunu öldürüm. Yaxşı, onu başa düşdüm. Nə oldu? Axırda nətər oldu ki, sən 15 nəfərin hamısını əzibsən? Heç nə, mən də elə fikirləşdim ki, bu ağsaqqalı öldürüm da, bu cəmaatı nə qırıram ki? Yaxşı, bəs sonra nə oldu? Elə mən ağsaqqala çatana yaxın ağsaqqal da durmadı orada. Qaçdı girdi o 10-15 nəfərin içinə. Mən də baxdım gördüm ağsaqqal yoxdur orada. Ağsaqqal burdadır. Mən də sürdüm ora. Nə? Müəllim, çəkilişimiz qurtardı, mən gedə bilərəm evə. Gəl, mən səni evə aparacağam, gəl.